Herkesi salamlayıram. Xoş gördük sizi növbəti dəfə Brest TV platformasında Azərbaycan Süd Vəzi Xəstəlikləri Mütəxəssisləri Assosiasiyasının hazırladığı toplantılarda. Bu dəfəki toplantımız San Antonio sonrası cərrahi yeniliklərə həsr olunmuşdur. Və ümid edirəm ki, hər kəs üçün faydalı olacaq, məhsuldar olacaq, hər kəs aktiv iştirak edəcək. İlk öncə bir neçə məsələni xatırlatmaq istəyirəm. Xahiş edirəm bütün Zoom qatılanlar, onlayn qatılanlar öz adlarını şəxsiyyət vəsiqələrində olduğu kimi qeyd etsinlər. Çünki Səhiyyə Nazirliyindən də toplantıya qatılan var və hər kəsin orada ad familiyayla siyahısını aparırlar. Və sonda biz onlara sertifikat hesabat verəndə onu bizim qarşımıza qoyurlar və adsız adamlara bal verməkdə biraz çətinlik çəkirik. Bir önceki toplantıda bu xahişimizi nəzərə alıb bəzi güzəştlərə getdilər. Bəzi adamlar belə qoşulsalar da biz onlara bal sertifikat verə bildik. Amma bu dəfə bunu edə bilməyəcəyik. Ona görə xahiş edir hər kəs öz adını, soyadını dəqiqliklə yoxlasın və olduğu kimi düzgün doğru şəkildə yazsın. Digər bir məsələ, hər kəs aktiv iştirak edə bilər. Sözü, sualı olduqda əl qaldırıb və yaxud da yazmaqla chat bölməsində bizə bildirə bilər. Biz ona canlı olaraq da sualını səsləndirməyə imkan yarada bilərik. Həmçinin indidən başlayaraq suallarınızı, cərrahiyə aid bu gündə olmayan başqa bir suallarınız da varsa chat bölümündə yaza bilərsiniz. Biz sonda müzakirə bölümündə o suallarınızı da səsləndirməyə çalışacağıq. Və bir fürsətdən istifadə edib digər bir məlumatı da bir daha sizə xatırlatmaq istəyirəm. Toplantımızı, çıxışlarımıza başlamışdan öncə bildiyimiz kimi ilk dəfə olaraq 19-20 iyun tarixində Azərbaycanda ESSO kurs keçiriləcək. Onkoplastik cərrahi kurs keçiriləcək, praktik kurs keçiriləcək. Və biz bu kursa hər birimizin iştirakı çox vacibdir, önəmlidir. Həm ölkəmiz adına, həm hər birimizin şəxsi öz adına vacibdir. Çünki hər birimizin öz bu sertifikat kolleksiyasının içərisində bir ESSO kursunun sertifikatının olmasına məncə ehtiyac var. Bu beynəlxalq bir sertifikatdır və siz bununla bu praktik bir kursu keçməyinizi göstərən sənəd kimi istifadə edə bilirsiniz. Və bizim xahişimizlə ölkəmiz üçün bunu çox münasib qiymətə eləyiblər. Baxmayaraq ki, bu yenə də bizim üçün baha sayılır, amma yenə də bunu siz gedib hansısa bir Avropa ölkəsində qatılsanız, tək registrasiya qiyməti deyil, digər oraya gediş, gəliş, qalış xərclərini hər birini hesablasanız və görəcəksiniz bu sizə çox münasib başa gəlir. Yəni biz ESSO-ya getmirik, ESSO bizim evimizə gəlir. Həm ölkəmiz adına, həm assosiasiyamız adına, həm öz adımıza dəstək olaq və burada aktiv iştirak edək. Mart ayının sonuna kimi sizin aktiv qeydiyyatınızı gözləyirik. Təşəkkür edirik öncədən hər kəsə. Və bilirəm ki, çox maraqlı kurs olacaq, çox maraqlı proqram hazırlanıb. Həqiqətən də hər kəs bundan faydalanacaq. İndi isə bugünkü proqramımızda ilk sözü bizim çox gözəl, çox savadlı həkimimiz Elgül Əsgərovə vermək istəyirik. O bizə neoadjuvant müalicədən sonra aksilər cərrahiyə müasir yanaşmalar, aksana tədqiqatı haqqında, bu tədqiqatın son olan yenilikləri haqqında məlumatları çatdıracaq. Buyurun Elgül xanım, söz sizindir. Biz sizin ekranınızı görürük. Aha. Səsim eşidilir yəqin ki. Eşidirik, bəli. Tamam. Təşəkkür edirəm. Hər kəsi salamlayıram. Fərqət xanım, sizə də təşəkkür bildirirəm dəvət etdiyinizə görə və yubanmadan tez mövzuya keçmək istəyirəm. İlk mövzu olduğuna görə məndə bir qədər birbaşa neoadjuvant müalicədən yox, ümumi aksillər mərhələndirmədə olan günümüzdə əməliyyatlardan və protokoldan ümumi məlumat verib də daha sonra bu mövzuya keçmək istəyərdim. İlk öncə nəyi demək istərdim? Deməli, bir saniyə. Aha. Günümüzdə üzr istəyirəm, mən görmürəm. Nəyi görmürsünüz? Paylaşdığım slaytları görmədiyimdən. Tamam. Siz slaytları böyüdə bilərsiniz. Tam böyüməyib slaytlarınız. Niyə görmürəm mən bu slaytları?
Bir saniye. Sizde görünür slaytlar. Bəli, görünür, amma slide show-ya keçirtməlisiniz. Bir saniye. Siz bağlayıb təzədən Tamam. yenidən bölüşə bilərsiniz. Aha, deməli, uzun illər aksillanın dəyərləndirilməsində bizdə aksillər limfodiseksiya qızıl standart olaraq götürülürdü və aksillər limfodiseksiya qızıl standart olaraq götürülürdü və alternativ cərrahi əməliyyatlarımız yox idi. Aksillanın dəyərləndirilməsi bizim üçün çox önəmlidir. Nə üçün? Çünki aksillanı dəyərləndirildikdə bunun nəticəsinə əsasən sonrakı etapda biz müalicə növünü müəyyənləşdiririk və həmçinin aksillada vəziyyət bizə proqnostik və prediktiv olaraq proqnozumuzu verməyə olduqca yardım edir. Hal-hazırda süd vəzi cərrahiyyəsində deeskalasiyalar trenddə olduğuna görə və həmçinin aksillər cərrahiyyədə də bu trend davam etdiyinə görə daha alternativ, daha az invaziv əməliyyatlara üstünlük verilir və günümüzdə aksillər limfodiseksiya ilə paralelində ona alternativ olan hansı əməliyyatlar tətbiq olunur? Bu sentinel limfodüyünün biopsiyasıdır, target aksillər diseksiyadır, target limfodüyünün biopsiyasıdır. Ənənəvi olan aksillər limfodiseksiya yüksək morbidite, limfödem riskinin olmağı, çiyin funksiyasının pozulması ilə müşahidə olunurdu. Bu dediyimiz müasir əməliyyatlarda bu kimi əlamətlər daha az rast gəlinir və daha fərdiləşdirilmiş cərrahiyyə yönəlirik. İlk öncə ən vacib məqam nəyə qeyd eləmək istəyərdim? Preoperativ olaraq aksillanın dəyərləndirilməsi önəmlidir. İlk bizim işimiz aksillanın dəyərləndirilməsindən başlayır. Kliniki dəyərləndirilmə cərrah tərəfindən palpator olaraq və ultrasəs müayinəsi vasitəsilə dəyərləndirilir. Çünki aksillanın dəyərləndirilməsində ultrasəs müayinəsi ən bizə güvənilir, ucuz və rahat başa gələn bir metoddur. Bu müayinə əsasında əgər biz şübhəli bir limfodüyünü aşkar etmiriksə, bu kliniki nod neqativ olaraq dəyərləndirilir. Əgər şübhəli limfodüyünü aşkar ediriksə, bu zaman biz mütləq qaydada həmin limfodüyünündən biopsiya icra etməliyik. Biopsiyalarımız incə iynə biopsiya şəklində ola bilər. Limfodüyünündə bu biopsiyalar yol veriləndir. Lakin nəzərə almalıyıq ki, 25% hallarda limfanın incə iynə biopsiyasında biz yanlış nəticələr ala bilərik. Bu biopsiyanı icra edən həkimin və həmçinin patologun təcrübəsi burada çox önəmlidir. Təcrübə artdıqca bu yanlış nəticələrin olma ehtimalı azalır. Həmçinin burada kor biopsiyaların icrası isə daha çox dəstəklənilir və daha güvənilir hesab olunur. Kor biopsiyası vasitəsilə patoloji olduğu təsdiq olunan limfodüyünləri artıq M pozitiv limfodüyün qrupuna daxil olunur. Bugün bu barədə ayrıca danışacağıq tədqiqatlarla. İlk etapda limfodüyünü nod kliniki neqativ dəyərləndirilən xəstələrdə biz nə edirik? Sentinel limfodüyünü biopsiyası cərrahi əməliyyatı icra edirik. Yəni, sentinel limfodüyünü biopsiyasına göstərişlər hansı hallardadır? T1, T2, T3 süd vəzi xərçəngi kliniki nod mənfi xəstələr. Bu qrup xəstələrin hamısı sentinel limfodüyünü biopsiyasına yönləndirilə bilər. Və həmçinin xüsusi bir qrup var ki, disayez xəstələri var ki, hansı ki onlarda biz mastektomiya planlaşdırırıq. Mastektomiya planlaşdırdığımız disayez xəstələrində mütləq qaydada sentinel limfodüyünü biopsiya icrası məsləhət görülür. Nə üçün məsləhət görülür? Bilirik ki, 10% hallarda burada invaziv prosesi olma ehtimalı var və əgər invaziv proses daha sonradan təsdiqlənərsə, sentinel limfodüyünü biopsiyası texniki olaraq mümkün olunur. Ona görə öncədən sentinel limfodüyünü biopsiyası cərrahi əməliyyatını mastektomiya ilə bir momentli olaraq icrası məsləhət görülür. Və bir haşiyəni çıxmaq istəyərdim. Superparamagnetik dəmir oksidi var ki, SLNB icra etməyib də patolojik nəticəni gözləmək istəyiriksə, o zaman əməliyyat zamanı bu maddə vurulur. Çünki maddə bir ay müddətində limfodüyünündə qala bilir. Patoloji cavaba əsasən isə daha sonra ehtiyac olarsa SLNB icra edə bilirik. Əks göstərişlərdən gəldikdə burada nod pozitiv xəstələr və iltihabı süd vəzi xəstələrə aiddir. Bir də alt haşiyə çıxmaq istərdim. Bu günləri bunu doktor kolleqalarımız danışacaq. Xüsusi qrup xəstələr var ki, hansı ki onlarda sentinel limfodüyünü biopsiyası icra etməyə bilərik. Bunlar ayrıca qrup xəstələrdir.
Yaşlı xəstələrdə əgər bizə aksillanın dəyərləndirilməsi gələcəkdə müalicədə heç bir dəyişikliyə səbəb olmayacaqsa, o zaman bu xəstələrdə biz sentinel limfodüyünü biopsiyası icra etməyə bilərik. Və həmçinin hamilə xanımlarda da sentinel limfodüyünü biopsiyası məsləhət görülmür. Metilin abısının teratogen olduğuna görə, radioaktiv maddələrin isə bir araşdırması əlimizdə olmadığına görə bu əməliyyat icra olunmur. Sentinel limfodüyünü biopsiyasının dəqiqliyi nə dərəcədədir? Müəyyən olunub ki, 96% hallarda sentinel limfodüyünü biz aşkarlaya bilirik və ən vacib məqam nədir? 95% hallarda sentinel limfodüyünü biz aşkar ediriksə və bunun patohistoloji cavabı bizə aksilada qalan limfodüyünlərinin haqqında ətraflı dəqiq proqnoz verməyə imkan verir. Ona görə sentinel limfodüyünü daha güvənilir olur. Bəs sentinel limfodüyününün biopsiyası zamanı biz aksilar limfodiseksiya ilə qarşılaşdırdıqda bu güvənilirdirmi? Bəli, güvənilirdir. Bu tədqiqatlar həyat keyfiyyətləri qarşılaşdırılıb və sentinel limfodüyünü biopsiyasında limfödem ehtimalı 2%-dir, amma aksilar limfodiseksiyada 13% olduğu göstərilib. Yəni kliniki N0 xəstələr sentinel limfodüyünü biopsiyası zamanı icra olunduqda yenə də N0 olaraq, patoloji olaraq təsdiq olunursa, bu xəstələr aksilar limfodiseksiya ilə icra olunmadan biz əməliyyatımızı bitirmiş hesab edə bilərik. Bəs ayrıca bir qrupumuz var. Hansı xəstələrdir? Kliniki nod negativ olub da sentinel limfodüyünü biopsiyası pozitiv gələn xəstələrdə nə edirik? Bunlara aksilar limfodiseksiya icra etməliyikmi? Etməyə bilərik. 2 pozitiv limfodüyünü, 1-2 pozitiv limfodüyünü gələn xəstələrdə biz aksilar limfodiseksiyanı icra etməyə bilərik və Z0011 tədqiqatına görə overall survival və disease-free survival müddətlərində sentinel limfodüyünü biopsiyası ilə aksilar limfodiseksiyanı qarşılaşdırdıqda burada ciddi bir fərq olmadığı göstərilir və beləliklə aksilar limfodüyünü pozitiv, sentinel limfodüyünü pozitiv gələn xəstələrdə də aksilar limfodiseksiyanı icra etməyə bilərik. Nəzərə almalıyıq ki, bu tədqiqatda daxil olan xəstələr T1, T2 xəstələrdir. Bunların böyük əksəriyyətində demək olar hamısında orqan qoruyucu əməliyyat icra olunub və sonraki etapda şüa müalicəsi icra olunub. Nəyi demək istərdim və burada artıq görürük ki, aksilar limfodiseksiya qızıl standart olmaqdan çıxır. N0 xəstə qrupunda aksilar sentinel limfodüyünü biopsiyası dəyərləndirilir və böyük əksəriyyət əməliyyatlarımız bunun üzərində qurulur. En pozitiv xəstələrdə nə olur? Nə baş verir? En pozitiv xəstələrdə biraz durum fərqlidir. Nə üçün? Çünki en pozitiv xəstələrdə biz nə kimi çətinliklərlə qarşılaşırıq. Çünki aksillanı dəyərləndirdiyimiz zaman bizdə tam patomarfozu aldığımızı göstərən, yəni tam patomarfozu aksillada müəyyən edən əməliyyatlarımız hansılardır? Sentinel limfodüyünü biopsiyası. Burada negativ olma, yanlış negativ olma ehtimalı 10%-in üzərində olma ehtimalı var. Sentini tədqiqatına əsasən 14% olma ehtimalı olur. Bununla biz necə mübarizə apara bilərik? Önərilər nədən ibarətdir? Önərilər ondan ibarətdir ki, mütləq qaydada ikili trezerlərdən istifadə olunmalıdır. İkili üsuldan sentinel limfodüyünü boyama icra olunmalıdır. Ən azı 3 limfodüyünü, 2-3 limfodüyünü, önərilərdə fərqli-fərqli göstəricilər var, amma ən azı 2-3 limfodüyünü götürülməlidir və xəstələrə qarşı seçici olmaq lazımdır. Bu kriteriləri ödədiyimiz halda sentinel limfodüyünü biopsiyasında yanlış mənfi, yəni yalançı negativ olma ehtimalı aşağı olur və bu zaman biz bu metoddan istifadə edə bilirik. Ən son isə hal-hazırda sentinel limfodüyünün biopsiyasında yalançı negativliyin qarşı olaraq bir metod tətbiq olunur. Bu target aksilar disseksiyadır. Nədir target aksilar disseksiya?
Target aksillər disseksiya kliniki müayinə zamanı, ultrasəs müayinəsi zamanı şübhəli patoloji və ya patoloji olduğu təsdiq olunan limfa düyününə xüsusi marker yerləşdirilir. Bu klips ola bilər və ya maqnit nüvə çəkirdəyi ola bilər. Bu limfa düyününə yerləşdirilir. Xəstə neoadjuvant kemoterapiya müalicəsinə gedir. Müalicə sonrasında həmin o limfa düyününə işarə qoyularaq həm limfa düyünü, target limfa düyünümüz götürülür və paralelində sentinel limfa düyünü biopsiyası icra olunur. Bu iki prosedur belə deyək, əməliyyat birlikdə target aksillər disseksiya adlanır və target aksillər disseksiya yalançı negativ faizi daha aşağı olmasına və daha güvənilir olmağına kömək olur. Burada cərrahi əməliyyatda bizə göstəricilər nədir? Mütləq qaydada target limfa düyünü ilə paralel sentinel limfa düyünü götürülməlidir. Əgər sentinel limfa düyününü tapmırıqsa, bu mütləq qaydada aksillər limfa disseksiyaya göstərişdir. Bir limfa düyününün olmağı yol veriləndir. Bu target aksillər disseksiyada hələ də aksillər limfa disseksiyanın icra olunma ehtimalının aktual olduğunu göstərir. Yəni burada şərtlər mütləq qaydada ödənilməlidir. Sentinel limfa düyününü aşkarlamalıyıq, target limfa düyününü aşkarlamalıyıq, hər iki limfa düyünü götürülməlidir və bu zaman tam güvənilir əməliyyat hesab oluna bilər. Çünki bu zaman bəzən kliplənmiş limfa düyünü aşkarlanmaya bilir. Sentinel limfa düyünü aşkarlanmaya bilir. Bu məqamlar var. Paralelində həkimin əlinin altında sentinel limfa düyününü ikili trezerdən edə bilməmə ehtimalı yüksəkdir, xüsusən Azərbaycan reallığında. Yəni bu kimi məqamları nəzərə almaq mütləqdir. Və burada bir haşiyəni çıxmaq istəyərdim. Bu bizim M-pozitiv xəstələrdə icra edə biləcəyimiz əməliyyatlardır ki, hansı ki güvənilirliyi yalançı negativliyə qarşıdır. Bir tədqiqatı öncədən paylaşmaq istərdim ki, bu 2020-2023-cü illərdə neoadjuvant kemoterapiya alan xəstə qrupundadır ki, bu xəstə qrupunda olan xəstələrdən 118-də aksillər limfodisseksiya icra olunur. Bu 118 xəstənin 44-ünün patahistoloji olaraq nəticədə yekunda nod negativ cavab alınır. Yəni belə görünür ki, bu 44 xəstədə biz aksillər cərrahiyyədə overtreatment etmiş oluruq. Buna qarşı biz alternativ bir tədbirlər görməliyik. Aksillər limfodisseksiyadan uzaqlaşmaq yönümündə. Həmçinin bu tədqiqatda maraqlı bir məqam nə idi? Göstərildi ki, əgər neoadjuvant kemoterapiya fonunda biz birincili ocaqda süd vəzidə tam patamorfoz alırıqsa, böyük ehtimalla limfa düyünlərində də patamorfozumuz yüksək ehtimal güvənilir olacaq. Və bir də bir tədqiqatımızı paylaşmaq istəyərdim. Bu Resensi Türk tədqiqatıdır ki, bu Aksana öncəsi tədqiqatdır. Belə deyərdim, əslində paralel gedən tədqiqatdır. Bu tədqiqat 501 xəstə üzərində aparıldı və burada TAD-la sentinel limfa düyünü biopsiyası qarşılaşdırıldı və bu iki biopsiya əməliyyatları qarşılaşdırıldıqda aksillər limfa düyününü icra etməyə bilərik kimi sualını qarşı qoyuldu. Amma aksillər limfa düyünü disseksiyası icra olunan xəstələr bu tədqiqata daxil olmadı. Yəni 3 paralel əməliyyatlar qarşılaşdırıla bilmədi burada. Ona görə belə deyim, tam güvənilir deməzdim də, tam əhatəli bizim suallarımızı cavablandıra bilmədi. Burada sentinel limfa düyünü biopsiyası ilə TAD arasında xəstəliksiz sağ qalmada elə bir ciddi bir fərq olmadığı göstərildi. Və bizim qarşımızda duran ən vacib məsələ bizim əlimizdə bir güvənilir, belə deyək, çox təsdiqi olmuş, çox mərkəzli bir tədqiqatın olmasıdır ki, bu tədqiqata əsasən biz hal-hazırda aksillada icra etdiyimiz cərrahi əməliyyatları qarşılaşdırıb bunların arasında hansı güvənilirdir? TAD zamanı markerləmə hansı üsullar ola bilər? Markerləri həmişə aşkarlaya bilərikmi? Bu kimi xəstəliksiz sağ qalma və ya aksillər residiv riski nə qədərdir? Bunları müəyyən etməkdən ötürü bizə Aksana tədqiqatı olduqca kömək oldu. Aksana tədqiqatı
Prospektiv çox mərkəzli beynəlxalq kohort tədqiqatda 26 ölkə iştirak edib bu tədqiqatda. Ən xoşuma gələn hissə bu mövzunu seçməyimin də ən belə həvəslə götürməyimin də səbəbi odur ki, bu tədqiqatda Azərbaycan da iştirak edir. Azərbaycandan da səhv eləsəm Həqiqət xanım düzəldər 75 xəstə təqdim edib Həqiqət xanım bu tədqiqata. Ona görə xüsusilə bizim üçün maraqlı tədqiqatdır bu və 4336 xəstə daxil olunub və bu tədqiqatda aksillada icra etdiyimiz bütün əməliyyatlar daxil olunub və bir-birindən qarşılaşdırılıb. Ona görə bu daha bizim üçün nəticələri maraqlıdır. Bəli, Azərbaycanın adını burada görmək xüsusən qürur vericidir. Ümid edirəm ki, bütün tədqiqatlarda bundan sonra iştirak etmiş olarıq. Bu tədqiqata xəstə seçimi necə oldu? İlk öncə invaziv duqtal karsinomalı duqtal sözü öyrəşmişik. İnvaziv süd vəzi xərçəngi daxil olmalıdır, burada təsdiq olmalıdır. İstənilən mərhələdə T1, T4 xəstələr daxil edilirdi. Bu tədqiqata limfa düyünləri mütləq qaydada pozitiv olmalı idi. Neoadjuvant müalicə planlaşdırılır və neoadjuvant müalicədən sonra cərrahi əməliyyat və bu tədqiqatın əsas məqsədləri nə idi? Birinci məqsəd nə idi? Aksillər residivsiz sağ qalma. Bunları əməliyyatlar arasında qarşılaşdırmaq və nəticələri müəyyənləşdirmək lazım idi. İnvazivsiz sağ qalma və digər neoselatuk tədqiqatında olmayan bir xüsusiyyət həyat keyfiyyəti qarşılaşdırılırdı bu tədqiqatlarda və ikincili məqsədlər burada nə idi? Target limfa düyünü, sentinel limfa düyünün aşkarlanma dərəcəsi, markerlənmə üsulları arasında güvənilirliyin müəyyənləşdirilməsi, həmçinin burada çoxlu ölkələrdə, müxtəlif ölkələrdən xəstələr daxil olduğuna görə ümumi sonda xəstələr bütün ölkələrə uyğun ola biləcək bir vahid protokolun hazırlanma ehtimalı yüksək idi və bu tədqiqatda görürük ki, nədir nəticə? Bütün mərhələlərdən xəstələr daxil olub. N1 xəstələr daha çoxdur. N1 qrupundan olan xəstələr 2138 xəstə var burada və böyük əksəriyyət fikir veririksə ən çox T2 qrup xəstələrdir burada. Lakin burada məqsəd nə idi? Əsas mahiyyət qruplar arasında fərq görülmədi. Yəni xəstəliyin histoloji qrupundan, histoloji tipindən, qreydindən asılı olmayaraq və yaxud da mərhələsindən asılı olmayaraq ciddi bir fərqlər görülmədi qruplar arasında. Burada nəyi bu bir haşiyəni burada çıxmaq istəyərdim. Aksananın nəticələrində bir məqam var. Aksilanın dəyərləndirilməsində ultrases müayinəsinin performansı. Burada xəstələri iki belə deyək, qrup kimi dəyərləndirdilər. Hormon pozitiv xəstələrdə dəyərləndirildi ki, ultrases müayinəsi əgər qoltuq altı nahiyədə patoloji olduğu kimi görünən bir limfa düyününü bizə verirsə ultrases müayinəsi, bunu biz güvənə bilərik. Yəni daha dəqiqliyi ilə hormon pozitiv xəstələrdə ultrases müayinəsi bizə limfa düyünü haqqında patolojidursa məlumat verir və bu çox zaman patohistoloji nəticə ilə üst-üstə düşür. Amma her negativ xəstələrdə fərq nədir? Negativliyi daha dəqiq göstərir. Yəni, əgər limfa düyünündə bir şübhəli bir durum yoxdursa, ultrases müayinəsi bunu daha güvənilir şəkildə dərhal görür. Pozitivliyi bəzən görməyə bilir. Və həmçinin burada nəyə nəzərə alındı? Biz ultrases müayinəsi eləyən zaman M-pozitiv xəstələrdə kimyoterapiya sonrasında mütləq qaydada şişin bioloji quruluşunu nəzərə almalıyıq və buna nəzərə alaraq ultrases müayinəsini edib də kliniki limfa düyünlərini dəyərləndirməliyik. Çünki hormon pozitiv xəstələrdə ultrases müayinəsi patoloji limfa düyünü daha güvənilir göstərir, nəinki hormon negativ xəstələrdə. Bunu nəzərə almaq mütləq vacibdir. Və ən sonda bu hissələri daha paylaşmaq istərdim ki, bizim üçün ən vacib məqamlar aksillər recurrence'dir, regional recurrence'dir, overall survivor'dır və bu zaman bu TAD icra olunan, SLNB icra olunan və aksillər limfodiseksiya icra olunan xəstələr arasında, bu slaydı görsəsəm daha rahat olar. Yəni, ilk öncə aksillər limfodiseksiya ilə SLNB TAD icra olunan xəstələri qarşılaşdırdılar və bu qarşılaşdırmada ciddi bir fərq olmadığı göründü
və həmçinin Tadla Selenibeni də qarşılaşdırdılar. Burada da ciddi bir fərq görülmədi. Və nəticədə onu deyə bilərik ki, en pozitiv xəstələrdə müalicət müalicəsi sonrası PCR-ın yüksək olma ehtimalı var. Yəni N0 olaraq xəstələr bizə geri dönür və bu N0 olaraq geri dönmüş xəstələrdə aksilər cərrahiyyəni deeskalasiya edə bilərik. Lakin burada lakinlər var, xüsusən Azərbaycan reallığı üçün ümid eləyərəm ki, bunu biz öz aramızda müzakirə eləyərik bu gün. Çünki ikili trezor mən icra eləyən həkim görsəm çox sevinərəm bizdə. O da texniki məhdudiyyətlərlə əlaqədardır. Yəni bu deeskalasiyaları biz nə dərəcədə eləyə bilərik, bilmirəm. Və gələcək perspektivlər nədir? Uzun müddətdə artıq xəstələrin aksilər rekurrensini dəyərləndirmək qarşıdadır. Uzun müddətli nəticələrdə xəstəliksiz sağ qalma nəticələrini dəyərləndirmək vacibdir və bir də şüa müalicəsi bu xəstələrdə hansı hallarda icra olunmalıdır, hansı hallarda icra olunmamalıdır. Yəni burada şüa müalicəsini nə dərəcədə, hansı hallarda icra etməliyik? Bax bu suallar açıq qalır. Və lakin ən ümidverici hal nədir? Bu tədqiqatın nəticəsinə əsasən aksilya əməliyyatları en pozitiv xəstələrdə kimyoterapiya sonrası aksillər cərrahiyyə deeskalasiyalar mümkündür, icra olunur. Ümid edirəm ki, bizdə də icra olunar. Yəni hal-hazırda bilmirəm vəziyyətimiz necədir. Ümid edirəm indi müzakirələrdə bilərik. Bitirdinizmi Elgün xanım? Son fikriniz idi. Təşəkkür edirik. Çox geniş, ətraflı məlumat verdiniz. Aksana tədqiqatını təzədən başladıq kimi hiss etdim özümü. Həqiqətən də Davam eləyirəm, amma yenə də qoşula davam bağlı. edirik. Bəli, Aksana polis olaraq davam olunur və tədqiqatlar da gedir. Yəni həqiqətən böyük tədqiqatdır. Çox ölkələrə qatılıb və yaxşı nəticələr görsənəcək. Bu əsasən əslində bu müşahidə edici tədqiqat olduğuna görə ölkələrin, ayrı-ayrı ölkələrin yanaşmalarını öyrənmək məqsədi daşıyan bir tədqiqatdır. Və sonunda nəticələrə əsasən də yəqin ki, bir alt qrup olaraq ölkələr üzrə də tədqiqatlar aparılacaq ki, hər ölkənin nəticələrində necə aparılıb, müvazinət səviyyədə aparılıb, yəqin belə bir məqalələr də, yazılar da olacaq sonunda. Ümid edirəm ki, Azərbaycan orada müalicəsini düzgün aparmış yerdə olacaq, yeri görsənəcək. İndi müzakirələrə başlayaq. Bu mövzuyla əlaqədar, ilk mövzuyla əlaqədar. İlk olaraq məruzəçilərimizdən soruşmaq istəyirik. Əgər onların sualı varsa, onlar da çünki bugün hamısı cərrahiyyə ilə bağlı hazırlaşıblar və bəlkə də onların qarşısına çox suallar çıxıb. Onların sualı varsa, Afət xanım, Mahir doktor, buyurun sizin ilk sualınızı dinləyək varsa. Səslərini aça bilərik. Afət xanımın, Mahir doktorun əgər sual varsa. Var mı? Mahir doktor buradadır. Sualınız olacaq sualınız yəqin ki. Abdullah. Devamı gelecektir. Davam gələcək. Ondan Bəli, daha sualınız. çox məncə müzakirə edib ortaq yola gəlməliyik ki, biz bu Bəli, xəstələrdə nə edə bilərik? biraz burada hamının yanaşması standart deyil, amma biz bir standarta gətirməliyik Bəli, hamını. bu mənim də ən çox istədiyim bu olardı ki, yəni bir ortaq bir mövqe Azərbaycanda nə edə bilərik biz bu qrup Bəli, xəstələrdə? problemlərimizi deyək, Bəli. cavablarımızı alaq, nə edə bilərik bunu aydınlaşdıraq. Mahir Mən salam, hər Salam. kəsi salamlayıram. Elgül, maraqlı çıxış üçün təşəkkür edirəm sənə. Biz də biliklərimizi lap sıfırdan başladın, yeniləmiş olduq. N kateqoriyasını bir daha səsləndirməni istəyirəm. Yəni hansı Tutulur, yoxsa? xəstə N1 daxil olmuşdu bura? Bəli, M1 Bəli, yəni Aksana tədqiqatı nəzərdə tuturuqsa, burada hə, bütün qrup xəstələr daxil olunub. M1, N2, N3 xəstələr. Amma yəni burada əsas M1-lər daha bunu niyə çünki mən tadda nədir? Mən nəyə təsvir demək istirdim? Hə, onu demək istirdim ki, çünki tadda bəzən hələ bir orada ortaq bir protokol yoxdur. Çünki çoxsaylı patoloji limfa düyünü varsa biz onun hansını işarə eləməliyik? Bax bu sual çıxır.
Yəni işarə hamısını işarə eləyən limfa düyünlərinin, yəni bu suallar çıxır. Bəli, deyirlər ki, əgər məsələn N1 ümumiyyətlə N2, N3-də ümumiyyətlə target limfa düyünü işarələnməsi məntiqi olaraq Nə qədər düzgündür. mənalıdır. Bəli, Bəli, bu ən çox mənalıdır. N1 xəstələrə şamil olunur. N1 xəstələrdə də əgər tutaq ki, iki limfa düyünü də ikisi də şübhəlidirsə, bunların ikisini də markerinə işarə eləməliyikmi? Bəli, bəzi həkimlər deyir ki, bəzi tədqiqatlarda göstərilir ki, güvənilirliyi artırdığına görə işarə eləyə bilərik. Bu var. Mən bunu Amma niyə N2, səsli N3-də şəkildə bunun reallığı Aha, bəli, bəli. Bax, məsələn, N2, N3-ə ki, bizi indi bu deyir, açıq müzakirədir də, reallığı bayaq vurğuladın neçə dəfə reallığı bizdə yerli yayılmış süd vəzi şişləri ilə sən də, mən də, hərəmiz, yəni real olaraq birinci mərhələ daha az gəlinir. T1, T2-ni də nəzərdə tutsaq, yerli yayılmış şişlər hər gün nə qədər görürük. Yəni təcrübədə çox rastladığımız bir problemdir və bu müzakirələrdə də bu tədqiqatlarda çox seçici yanaşmanın belə deyək, hələ təbliğ Aksana eləmək tədqiqatı bunların kimi bir içində ən seçici olmayan tədqiqat idi. Yəni bütün hələ xəstə bəli. qruplarından, bütün mərhələdən xəstələr daxil olunmuşdu. Hələ bunların içində ən seçici olmayan Aksana tədqiqatı idi, belə deyək. Bütün göstəricilərin dəyərləndirilməsində, hətta orada bir alt haşiyə də çıxılmışdı. Aksilər limfodiseksiyanı ilk etapda lokal rekurrensi artırdı. Onu da nə ilə əlaqələndirirdilər ki, aksilər limfodiseksiyanı ən çox N2, N3 şiş yükü yüksək olan xəstələrdə icra olunurdu. Ona görə onları çıxdaş eləyəndə artıq yenə də göstəricilər bərabərləşirdi. Yəni N2, N3 xəstə qrupu, yəni hələ N1-də biz çalışırıq. N2, N3-ə hələ çatmağımıza var. Hə, N2, N3-ləri səsli şəkildə deməyimizdə düşünürəm ki, Həqiqət xanım da razılaşar, fayda var. Çünki onlarda bir balaca çox 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 ehtiyatla davranmaq lazımdır. Hələ ki Yəni bu ESMO-da protokollarda çox da mən N2, onu N3-ün qoyum. target ESMO-da N2, disseksiyası N3 hələ məncə də aksilər müzakirə üzr istəyirəm. N2, N3 hə, hələ də aksilər limfodiseksiyadadır. Yəni bəli, bəli, hətta hələ gələn oradayıq. protokol aksilər limfodiseksiya. Hə, Deməli, yəni üzr istəyirəm. Əsl deyin. tək biz deyil, dünyada belədir Bəli. və Hə, əsl mən ona görə sənəd bunu tədqiqatında da N3 əslində qəbul olunmurdu, N3 xəstələr. Çünki yəni düzü körpüz üstü nahiyyə limfa düyünləri bəzi yerlər N3, bəzən Hətta M uzaq sayılır. metastaz kimi. Bəli, yəni körpüz üstü ilə olan limfa düyünü olan xəstələrimiz qəbul olunmurdu və hətta bəzi hallarda T4 orada T4 də əks göstəriş idi. və Yəni çox istəyirəm 65 daha erkən. xəstə Aha, daxil oldu. bəzində ola bilər ki, məsələn bizim ölkədə o xəstələri mən daxil etməmişəm. Digər ölkələrdə də son tədqiqatda az sayda da olsa onların azlıq eləməsi, yəqin bəlkə son olaraq qəbul eləyiblər, dəyişkənlik eləyiblər, amma yəni əslində öncələrində təzə başlayan tədqiqat eyni xəstələr əks göstəriş idi bu tədqiqat üçün. Və burada təbii ki, N2 xəstələrdə target aksiyər seksiyadan söhbət getmir hələ və yaxud da N2 xəstə olub tam cavab alırsa onlarda mübahisəli. Yəni daha Yes. Afət xanım dediyi kimi seçici yanaşıb daha erkən mərhələdə olan xəstələri tapıb onları baxmayaraq ki, 1 limfadini, 2 limfadini, 3 limfadini pozitivdir öncədən, yadigat öncəsi. Əgər bunlarda cavab alınarsa, tam cavab alınarsa, onlarda aksiyər seksiyadan qaçılmanı öyrənir. Yəni daha çox sayda limfadinlər olan, öncədən olan limfadinləri təbii ki, çox da tam cavab almaq ehtimalı da azalır və onlarda yenə də disseksiya aktualdır. Afət xanım, siz sualınız Bəli, bu başlayın. ikili təsdiqləmə üsuluna gəldikdə əlbəttə ki, radioaktiv vasitələrdən istifadə etmək kimi, yəni Bizim maksimum eləyə spesifik biləcəyimiz metilin abısıyla izosulfanı ilə bəli, istifadə izosulfanla eləmək. eləyirik, amma Maksimum. düşünürəm ki, digər aparılan tədqiqatlar hansı ki, indi mənim də çıxışım var, bu SLMB-nin effektivliyini sorğulayan tədqiqatlar, əgər xəstə seçimi düzgün edilərsə, yəni N1 misal üçün T1, T2 şişlərdə 1-2 böyümüş limfa düyünü ilə biz yalnız bu bir belə deyək də fikirdir. Mən əlbəttə ki, tədqiqat aparmamışam. İkincili təsdiqim apardığım xəstə olmayıb. Real fakt budur. Amma burada biz çox da yanlış etmərik deyə düşünürəm. Yəni klipləmə və metilin abısı çox da köməyimizə çatar və reallıqda Klipi bunu icra qoyarıq da, edəyik. doktorum klipi qoyarıq. Sonra o klipi aşkarlayacaq radioloq istəyirəm.
ki mən Hə, əməliyyat öncəsi ona bir tel qoyum. hə. No, Radioloji olaraq bəzən qat cərrahlar, belə digər məcra cərrahlar əməliyyatında qat mövcud şərtlərdə. təşkilatındaydı da 7 xəstədə onlar belə klipi tapa bilməyiblər. Bəli, burada klipin tapılmamasının bir çox səbəbləri var. Təkcə onun, yəni radioloji baxımdan deyil, həqiqətən klipin yer dəyişməsi, istifadə Bəli, olunan həm də klipin fibrozlaşır növündən, sonra bəli, limfoidin. istifadə olunan klipin növündən, qoyulmasından, yəni çox şeydən asılı olaraq, yəni bu klip tapılmaya bilər. Və yaxud da klipli limfodeni ilə sentral limfodeni başqa ola bilər. Yəni sən boyanmış limfodeni çıxardıb digərini çıxartmaya bilərsən, amma yenə də burada cərrah öz təcrübəsini göstərib, yəni əməliyyat zamanı da ən azı və yaxud da əməliyyat öncəsi radioloji olaraq o şübhəli limfodenindən bir əlamət qalıbsa, bir işarələmə beynində edib onu tapmağa çalışmalıdır. Yəni nə qədər bacarsa və yaxud da mən belə bir təklif vermişdim bu tədqiqatda. Əgər bizim belə bir yazımızda çıxmışdı ki, itirilmiş kliplərlə bağlı necə bunu qarşısını almaq olar? Yəni çəp proyeksiyada bir çəkim mammoqrafiya eləyib, yəni limfodeni qoltuq altı nahiyyə görsənən etapda limfodinlərini klipləri bəlkə də izləmək olar ki, necə olsun. Və yaxud da döş qəfəsinin kompüter tomoqrafiyası vasitəsilə Xatırladım. bəlkə onu görmək olar. Çünki onsuz da əməliyyat öncəsi, sonrası bu tez-tez kompüter tomoqrafiya çəkilir. Təbii ki, bunlar hamısı radiolog klipi bilməli, ölçünü, formasını, növünü və bir fikir yaratmalı ki, bu klipi ola bilər. Tam başqa yerdə olan kliplər də aşkar olunmuşdur, yəni sonradan. Belə. Mahir doktorun da sualı vardı. Buyurun doktor, siz də sualınızı səsləndirin. Sesim gəlir də. Bəli. Sunumun üçün Kiminsə telefonu var orada təşəkkür paralel. edirəm. Yəni qısaca bunu bildirmək istəyirəm ki, bu açıqlandı. Bəli doktor. Bu aksillər neqativ. Siz bağlayın, danışın, buradan eşidəcəklər. Siz sualınızı deyin. Bu aksillər neqativ xəstələr üçün zaten standart yaklaşım sentinel lymph nodu örnəkləməsi bu altın qızıl standartdır. Yəni bu sentinel lymph nodu belə deyim də artıq literatür düşdükdən sonra rutin uygulanılmış işlənir. Amma bugün özellikle neoadjuvan alan bir xəstədə, neoadjuvan aksilası pozitif olmuş bir xəstədə aksiller ne kadar negatife dönse de ve çalışmalar bu güvenli bir şekilde uygulanır dese de aslında kızıl standart hala modifiyel radikal mastektomi. Yani bu hiçbir zaman değişmeyip bunu belki grupta ya da bu toplantımı izleyen medikal onkolog arkadaşlar varsa belki onlar da bunu testikler ne manada. Çünkü biz aksilanı disek ettiğimizde onlara daha geniş bir informasyon vermiş olur. Yani aksilan durumuyla da bunların sonraki tedavisini şekillendirir. Bu işin birinci kısmı. İkincisi bu target bu sentinel lymph nodu örneklemesi dedik. Farklı yöntemlerle icra olunabilir. Mesela biz şahsi praktikada benimle ilk hastelerde başıma gelen standart koyduğumuz işaret klibini yapabilmediğimiz için ben onu daha bizim normal ameliyatlarda istifade ettiğimiz bu small klipleri düzleştirip radyologdan onun koyulmasını isteyen. Mümkünse hansı radyolog koyutsa o radyologun kontrol etmesi önemlidir burada. Bunu bazendeki o klibin yerine tel koydurup o şekilde çıkarılabilir. Doktorumuzdan bunu soruşmak istedim ki mesela aksilası pozitif olan işaret koyulmuş veya koyulmamış fark etmez bir hasta neoadjuvan kemoterapisi sonrası negatife dönürse tabii ki keşke ikili değerlendirmemiz mümkün olsa ki benim özümde şəxsən beklem mavisi ağırlıklı izosulfan istifade edeceğim. Neoadjuvan sonrası verdiğimiz boya aksilanı tutmazsa veya yani bir boyama görmezse yani bu durumda Aksilər limfodiseksiya göstərişdir doktorum. yaklaşımınız yani Yok, direkt onu bayağı ben aksiler paylaştım doktorum.
Əgər tad zamanı target aksillər limfa düyünü varsa, lakin biz boyama edirik də sensinel limfa düyününü tapmırıqsa, bu birbaşa aksillər limfodiseksiyaya göstərişdir. Yani, artık işaret koymasımıza rağmen koyduğumuz klipleri tapmamıza rağmen direkt Bəli, aksiler. bəli, bəli, Tamam. bəli. Teşekkür ederim. Demek bir katkıda istəyirəm olum. Bizim təbii ki hələ də ölkəmizdə çox cərrahımız dediyiniz kimi ancaq boyama üsuluyla deməli istifadə edirik işarələməni. Əməliyyat zamanı niyoadvent sonrası da bilirik ki, niyoadvent sonrası mütləq ikili olmalıdır. Yəni tək bir boyama ilə doğru cavab almırıq. Çox əksər hallarda ikili olmalıdır. Və bu baxımdan kliplə işarələmə də bunu tam əvəz eləmir. Üzr istəyirəm. Demək, karbon boyası düzdür, bu da boyamadır. Amma yəni işarələmək üçün olan boyadır. Və bu Aksana tədqiqatında bu karbon boyasından Var. geniş istifadə olunub. Elə ölkələr var ki, yəni onlarda da bizim kimi yoxdur cihazlar. Onlar karbon boyasından istifadə olunur. Karbon boyası niyoadvent öncəsi, yəni metilin abısından, izosulfandan fərqli olaraq niyoadvent öncəsi bizim şübhəli hesab etdiyimiz və ya da patoloji olaraq təsdiq etdiyimiz limfa düyününə klip koyduğumuz limfa düyününə olsa və ya da klip heç koymadan da karbon boyasını vururuq. Karbon boyasını vururuq və o həmən kimyoterapiya dövründə qalır, getmir o limfa düyünündən. Yəni o bir işarəni bizə əvəz eləyir. Və əməliyyat niyoadvent sonrası biz yenə də boya maddələrini istifadə edib, izosulfan ya digərini təyin edə bilirik ki, bu eyni limfa düyünüdür ya da fərqli limfa düyünüdür. Belə bundan istifadə etmək olur. Hətta yəni bu bir ara karbon boyası həm də klipi əvəz eləmiş olur. Və hətta bir tel istifadə etməyə də gərək olmaya bilər. Əgər karbon boyasından istifadə edib həmən iynəni saldığınız, yəni inyeksiya elədiyiniz yerdən əgər siz o boyanı qoyan vaxtı, düzdür, mən də etməmişəm bunu, amma danışıq praktikalarından olan radioloqların danışdıqlarına qulaq asmışam. Onlar boyanı vurduğu zaman çıxaranda, iynəni çıxaranda o trayektoriya ilə, o iynənin çıxdığı trayektoriya ilə azca dərmandan, o boyadan orada yenə də yolda da vura-vura gəlirlər. Və o xətt kimi o yolu göstərir, qalır və sonra əməliyyat zamanı həmən xəttin istiqamətinə gedib telsiz o həmən gedib limfa düyününü tapa bilirlər. Yəni bu da bir yəni düzdür, müasir bir üsul, daha geniş, etibarlı üsul olmasa da bir çıxış yolu biz çox şeylərdən istifadə edib, yəni çalışırıq ki, standartdan geri qalmayaq. Yəni bu da bir yol ola bilər. Mahir doktor, başqa sualınız var idi? Yox idi. Afət xanım sizin. Demək o zaman indi alaq. Burada offline iştirak edənlərdən yoxdursa sualı digər iştirakçıların onlayn olaraq kim sualı varsa bu mövzu ilə əlaqədar əlini qaldıra bilər. Orada əl qaldırma işarəsini istifadə edib əl qaldıra bilər. Biz onun səsini açarıq, sualını direkt səsləndirə bilər. Və yaxud da chat bölümündə varmı suallarımız, yazılıbmı? Suallar varsa o sualları səsləndirə bilərik. Əslində burada ən Aksana tədqiqatında ən çətin məqam budur ki, yəni biz əgər limfa düyünləri tam cavab alıbsa, biz bəli, aksiyər seksiyadan yayına bilirik. Amma əgər biz onu hesab edirik ki, tam cavab alınıb, amma əslində tam cavab deyil. Və bu hallar daha risklidir və o zaman biz yəni rezidual xəstəliyin qalmasını təyin etməyimiz doğru aparılmazsa, bu zaman risklər artır. Yəni əsas yəni o grey zona deyən Aksana tədqiqatında yəni budur. Nə qədər biz düz təyin edə bilirik niyoadvent sonrası qalan xəstəliyi. Uzun müddətli perspektivdə yəqin ki, o bilinəcək. Aha, Qalma zamanla bilinəcək. Burada mənə dedilər Bir xaric doktor deyəsən sual Bəli, verir. Xalq doktor sual vermək istəyir. Zəhmət olmasa səsini açaq doktorun. Doktor rəhm eləyin mənə. Abdullah Mirxalq doktorun səsini açaq. Açdınız mı? Özü açsın. Özü açaq. Gelip bakın. Ha, Sualını bəli. verebilir miyim? Ha, bəli, buyurun. Tekrar hoş gördük. Güzel bir webinar sunumu için, beynelhalk standartlara geçirilmiş bir webinar sunumu için başta
Həqiqət doktorumuz olmaq üzrə bütün qatılımcılara təşəkkür edirəm. Çox mutlu oldum belə bir toplantıya. Uzun müddətdir qatılmırdım. Elgin xanım, çox gözəl, güncəl sunumun üçün də təşəkkür edirəm. Aksana çalışmasında ilk dəfə mənim mentorum Bahadır Güllüoğlu ilə o zaman mən Türkiyədəykən başlamışdım. Çalışmalarda sizdən duymaq çox sevindiricidir. Bir neçə katkıda bir də bir sual vermək istəyirəm. Yəni, həqiqət doktor belirtdi, yəni sonuçta hani preparatif marketing işarətlənmə pratik tabi Azərbaycan gerçəklərimiz vardır ölkəmizin. Məsələn biz sadə məsələn 3-4 lenfa düyünü çıxanda preparatif fluoroskopi ilə də onları görə bilirik. Tabii ki, əlbəttə radiologumuzun iyi olması lazım. Patolog da önemli. Mesela biz Vəli Nəsirovla çalışırıq, Mahir doktorun qardaşı. Mesela çoğu bizim klipslərimizi tapabilir frozen patolojide. Bu da çok önemlidir. Sualım bu şekilde tabii praktik olarak doktor və diğer katılımcılarımızın təcrübəsi. Mesela yaxşı bir təcrübəli süd vəzi radiologumuz varsa çalıştığımız və preoperativ dəyərləndirmədə malin bir törəmədən əminsə və şübhəli bir limfa düyünü varsa, Azərbaycan gerçəklərini nəzərə alaraq birbaşa, yəni şübhəli bir limfa düyünü varsa, həm törəmənin klipslənməsi, həm aksillər limfanın klipslənməsi rutin olaraq məsləhət görürsünüzmü? Yəni sonuç olaraq Azərbaycan gerçəklər, xəstələr ikinci dəfə iynənin altına getmək istəmir və s. Yəni radiolog malinitədən əmindir, törəməni görür, suspicious, şübhəli bir aksillər lenf nodu var o şəkildə. Neoadjuvan, tabii ki biz onun immunostik kimyasını bilməyəcək, triple negatif və s. ola bilər. Preoperativ olarak klips markingi en azından target akslar diseksiyonu düşünərək məsləhət görürsünüzmü? Rutin olarak da bununla ilgili olan dünyada başlanan çalışmalar var mı? Türkiye'de təhsil aldığınıza göre siz biyopsiyanı nəyə demək istəyirəm? İcra etmirsiniz, radiologlara yönləndirirsiniz, amma məndə fərq nədir? Biyopsiyanı özüm icra eləyirəm. Limfa düyünü biyopsiyasında özüm eləyirəm. Ona göre yani şüpheli bir durum olduğunda en azı bir ince iğne biyopsiyası icra edirəm. En minimum şüpheli limfa düyününü aşkarladıqda ben eyni zamanda süd vəzi törəməsini biyopsiya etdiyimdə bir momentli olarak həmin o limfa düyününü biyopsiya, korteksə asimetrik qalınlaşmış bir limfa düyünü gördüğümde ben rutin olarak orada bir ince iğne biyopsiyasını eləyirəm. Yani bir mənalı olarak. Yani o üstünlük məndə fərq ondadır ki, yəni mən radioloqa yönəltmədən dərhal elə özüm bunu eləyirəm. Anladım. Və marker işarələnməsi də bu Mahir fərq doktorun onda əlavəsi var. Bu suala Mahir doktora cavab vermək istəyir. Buyurun doktor. Doktor, bu aksiyonel pozitif limfa düğünü pozitif olan hastalara radyolojik olarak o dediğinize biraz katılmayacağım. Yani mümkünse bunu TURCAT biyopsi eder. Yani o ettiğiniz ince iğne biyopsiyanın çok bir değeri olacağını düşünmüyorum. Yani tamam pozitif olan hastalar grubu olabilir ama onlar fazla informatif olamayabilir yani. Eğer bunu yapırsınızsa mutlaka o iğne oraya girirse TURCAT. Yani bu TURCAT anladım sizi doktorum ama yani səmimi deyim. Bu bazen kendimize de sadece şey değil, limfa düğünü değil, bazen çok tersipler olsun diyor. Bakü gibi bir yerde, Azerbaycan'daki en gelişmiş bir regiondur, bölgedir. Hali tümörün özünden bile ince iğne aspirasyon biyopsiyası yani bu biyopsiyalar geldi. Ona göre de ben bu limfa düğünü meselesine de o ince iğne meselesine biraz katılmayacağım. Tamam informatif olmuş olabilir. Bazen yok aslında etmek lazım. İnce iğne aspirasyon limfa düğünü biyopsiyasında bu metastatiktir demektir. İmmünohistokime boyama gerekebilir. Bunu da bu literatürde de ham ya da aydındır yani. Bazen tümörün altyapısıyla, moleküler altyapısıyla limfa düğünün altyapısı farklı olabilir. Değişmiş olabilir. Onlara da immün boyama gerekebilir. Bunlar aslında Doktorum, mən sizi anladım, dəstəkləyirəm, düz deyirsiniz. Amma bir məqam var. Mən kliniki olaraq özüm biyopsiyada olduğuma görə və anında limfa düyününü gördüyümə görə, belə deyim, kliniki olaraq əgər mən o limfa düyünündən şübhəm çox yüksək deyilsə, mən incə iğne aspirasyon biyopsiyasını eləyirəm. Reallığa görə xəstəni maddi yükləmək mümkün deyil. Bəli, şübhəm yüksəkdirsə, əlbəttə mən də kor biyopsiyaya daha çox üstünlük verərəm. Hətta mənim təcrübəmdə əks tərəfdə, məsələn, sağ tərəfli bir süd vəzində törəmə olduğu halda sol tərəfdə bir patoloji qoltuq altında limfa düyünü olmuşdu. Təbii ki, orada mən incə iğne aspirasyon biyopsiya eləməyim məntiqli düzgün deyil. Burada birbaşa kor biyopsiya olmalıdır. Yəni duruma görə, bəli, mən sizinlə tamamilə razıyam. Kor biyopsiyanı icra eləməyi ən güvənilirdir, rahatdır. Amma yəni burada bu amalar var. Ve iğne oraya geçirse TURCAT.
Yani bu ince iğne aspirasyon impuluna katılmayacağım. İnformatif değil. Bence bunu terk etmek lazım. Bu ve dediğim gibi yani o yanıltma payı da var. Bu bize fazla bir informasyon değil. Bu yani vurur orayı yani. Turkatı koymak daha məqsəd ya etməyək ya da yedirsək yəni turkat. Oraya girirsək turkat. Mən də öz Əlavə Həqiqət doktor, Abi, icazənizlə. aha, buyurun. Mahir doktora katkısı için teşekkür ederim. Son guideline'larda rutin olarak Axilla'ya Trukat protokol olarak guideline'da bilinmişse haberim yoktu. Ama birisi Yok. tiroidde de benim de çalışmam var. Tiroidde de artık usta cerrahların Trukat biyopsiye dair artık review'lar var. Ben de bir tane çalışmam Polşa'da yayınlandı. Trukat eledi. Doktora katılırım ama burada her şey stomatolog da önemlidir. Yaxşı radiologunuz, Vəli Nəsirov gibi bir stomatologunuz varsa hücreye göre bence de İAB daha az travmatik olabilir Belə diye deyim düşünüyorum. sizə, doktorum. Vəli doktor, əgər mənim xəstələrimə incə iynə məsrəfində baxacaqsa, mən hamısına korbiaksiya eləməyə razıyam, hazıram. Ya biz ona göre. Sinir bunlar bu başka bir meseledir. Yəni mən onları nəzərdə tutub deyirəm, doktorum. Yani Mən də öz fikrimi demək istəyirəm. Çox təşəkkür edirəm hər kəsə. Demək, bu aksana tədqiqatı üçün danışaq. Aksana tədqiqatında qoltuqaltı limfadinlərindən biopsiya şərt deyil. Demək, hətta orada ilk vaxtlar qoymuşdular ki, sitoloji müayinə, yəni funksiyon biopsiya ilə limfadin təsdiq olunarsa, xəstələri qəbul edirik. Daha sonra isə bunun klinik olaraq ultrasəslə, həkim baxışı ilə əgər patoloji olduğunu düşünürsənsə, bu xəstələri belə qəbul etdilər. Aksan tədqiqatı üçün. Və həqiqətən də protokollarda limfadinin rutin olaraq turkat biopsiyası, yəni mən də bildiyim qədərlə bəlkə yeni dəyişkənliklər var, rutin deyil. Mümkün olarsa eləmək çox yaxşıdır, çox istəyirik. Hətta yəni bayaq da doktor dediyi kimi öncəsi, sonrası hər cür immun, fiş, bütün reaksiyalar hər şey olunsun. Xəstəyə təkrar diaqnozlarımız təki doğulsun. Yəni qan analizi səviyyəsində necə təkrar edirik, hər bir müayinəni eləmək iqtidarında olaq. Bu bizim arzumuzdur. Çünki həmişə dəyişkənliklər, fərqliliklər, səhvlər, yanlışlar olur. Digər Mirxalıq doktorun sualının bir hissəsində ona bir fikrimi bildirmək istəyirəm. Dedi ki, istəyir süd vəzində olsun, istəyir aksillada olsun. Əgər bilirsiniz ki, bu kliniki olaraq tam radioloji olaraq tam bilirsiniz ki, bu xərçəngdir, bədxassəlidir və burada biopsiya vaxtı klip qoymaq məsələsini mən belə anladım. Əslində qayda ilə heç xərçəng olmasa belə xəstədə xoş xassəli belə bir törəməni və xoş xassəni eləmirik şübhə yaratdığı halda biopsiya etdiyimiz hər bir yerə bir işarə qoymalıyıq. Hər bir Xüsusən yerə. də kalsinatlardan ibarət Bəli, olması hara? lazım. Çünki sən aldığın nəticəni bilməlisən ki, haranın nəticəsidir bu. Hər biopsiya götürəndə bunu biopsiyanın heç cavabını gözləmədən ki, çıxacaq. Həmin anda da bu düzdür, bu məsələ mübahisəlidir. Bəzi adamlar biopsiya elədiyin anda, bəziləri cavab çıxandan sonra eləməyi tövsiyə eləyirlər. Amma niyə görə sonradan eləmək yanlış ola bilər? Çünki sən başqa yerdən biopsiya etsən, 2 həftəyə qədər bilməyəcəksən həmin yerdən qoyduğun klipi və ya da işarəni ya başqa yerə qoydun. Ona görə istənilən biopsiya elədiyimiz biopsiya götürdüyümüz yerə bir işarə qoymalıyıq. Bu bir mənalıdır. Bu bir mənalı Şübhə doktorum olmasa, kalsinatlardan ipi- ibarət bəli, sahələrdə bəli, bəli, eyni anda qoyulmağı vacibdir, bəli. amma törəmələrdə dəyişir, buna Hə, görə bəli, dəyişir. düzdür. Klipin sayı, yəni bəzi yerlərdə mübahisəlidir ki, neçə klip qoyaq, nə qədər qoymalıyıq. Bunu məsəl üçün süd vəzində çox saylı düyünlər varsa, biz mütləq deyil hamısına qoyaq. Onu orada bizim dilimizdə mötərizə deyirlər. Düyünün başlanğıcından sonuna qoyurlar. Yəni onun daxilində olan bütün əgər multifokal bir düyünlərdirsə, yəni hamısını içərisinə alacaq şəkildə işarə edirlər. Və hətta qoltuq altına aksana tədqiqatından bir maksimum 2 klip yəni nəzərdə tutulmuşdur. Çox qoymağa ehtiyac yoxdur. Çünki çoxlu sayda limfa düyünləri olan xəstələr belə alınmır artıq tədqiqata ki, bu artıq biraz gec yayılmış, yəni gec mərhələ xəstəlikdir. Daha erkən mərhələ xəstələrdə biz aksiyar əməliyyatı deeskalasiya edə bilirik. Yəni hələ də digər gec mərhələ xəstələrdə, yəni aksiyar disseksiyadan qaçınmırıq. Yəni ki, eləməliyik, bu vacibdir. Məncə aksana tədqiqatına aid hələlik bu qədər. Vaxtımız yavaş-yavaş ikinci tədqiqat keçək. Yenə də olsa yenə qayıdacaq sonda bu yenə suallarımız olsa bu tədqiqata yenə də qayıdacağıq. Çox sağ olun Elgül xanım, Sağ olun. müzakirələr. Digər kimsə sualı yoxdursa ikinci tədqiqatımıza keçə bilərik.